Salam dostlar, mən Elnur Rəsulov, AzFinLabdan. Bugün bazarlarda olan son tendensiyaları müzakirə edəcəyik. Xüsusilə dollar üçün, avro dollar üçün, qızıl üçün və Bitcoin üçün, bir də səhm bazarı üçün olan hal-hazırki trendləri müzakirə edəcəyik. Deməli, ilk öncə bildiyimiz kimi dünən Amerikada inflyasiya açıqlanmış oldu və bir öncəki videomda da əslində qeyd etmişdim ki, inflyasiyanın təxminən 2,5 ətrafında olacağını, yəni çox böyük bir fərq olmayacağını qeyd etmişdim və gözlənildiyi kimi oldu. İnflyasiya 2,4% proqnoz edilmişdi fevral ayı üçün, elə 2,4%-də açıqlanmış oldu. Yəni inflyasiyada hər hansı bir artım və ya da azalma qeyd edilməyib. Düzdür, hələ də inflyasiya federal ehtiyatların 2% hədəfindən yüksəkdir. Lakin ümumi fonda baxdıqda məqbul səviyyədədir. Burada əsas problem əmək bazarından bağlı gözlənilən xəbərlərdir belə deyək. Əmək bazarında bir öncəki dəfə non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin 92 min iş yerinin bağlandığını qeyd etmişdik. Açılmasının tam əksinə olaraq 92 min iş yeri bağlanmışdı və ümumi işsizlik səviyyəsi də 4,3-dən 4,4%-ə yüksəlmişdi ki, bu hal-hazırda federal ehtiyatlar üçün əsas problemdir. Deməli, işsizlik səviyyəsini aşağı salmaq üçün federal ehtiyatların növbəti həftə, yəni mart ayının 18-nə faiz dərəcəsini aşağı salacağı ilə bağlı gözləntilər var. Belə ki, ayın 18-də diqqət etsəniz Fedin qərarı olacaq və faiz dərəcəsini 3,75-dən 3,50%-ə salacağı ilə bağlı çox yüksək ehtimallar var. Ki, mən də düşünürəm ki, faiz aşağı salacaq. Baxmayaraq ki, əsas burada problem indi neftin qiymətinin qalxmasından dolayı enerji qiymətlərinin qalxması və bu da ümumi olaraq inflyasiyanın yüksəlməsinə təsir edə bilər ki, Fed əgər faizi azaltmasa, yəni çox gözləsə, digər tərəfdən də inflyasiya artarsa, bu kifayət qədər Fedin işini bir müddət sonra çətinləşdirmiş olacaq. Hətta bəzi ekspertlər federal ehtiyatların faizi endirməklə bağlı gecikdiyini qeyd edirlər. Çünki faiz nə qədər yüksək qalsa, digər tərəfdən də inflyasiya artmağa başlasa, bu zaman Fed bir mənada öz əlindəki aləti itirmiş olur. Çünki həm əmək bazarında neqativ tendensiya var. Bu tərəfdə olan problemi həll etmək üçün siz faizi aşağı salmalısınız. Digər tərəfdən də inflyasiya yüksəlmiş olur. Artıq siz belə deyək, faizi aşağı sala bilmirsinizsə, əmək bazarında neqativ tendensiya daha da sürətlənməyə doğru gedir. Digər tərəfdən inflyasiya artmağa doğru gedir və bu bir mənada stagflyasiya gətirib çıxarır ki, bu Amerikan iqtisadiyyatı üçün çox qorxuludur. Çünki hal-hazırda qeyd etdiyimiz kimi Amerikanın borc problemindən dolayı, yəni əsas hekayəsi olan belə deyək, süni intellekt, onun məhsuldarlığı artıracağı, iqtisadiyyatın böyüyəcəyi gözləntiləri hal-hazırda belə deyək, əsas narrativdir bazarları aparan. Və bu baxımdan əgər inflyasiya digər tərəfdən yüksəlib, əmək bazarında neqativ tendensiya davam edərsə, bu Fed-də kifayət qədər problem yarada bilər. Bu baxımdan mən düşünürəm ki, faizi ayın 18-də aşağı salacağı ehtimalı çox yüksəkdir. Baxmayaraq ki, neftin qiyməti yüksəkdir. Neftin qiymətinin yüksək olması qeyd etdiyimiz kimi hər hansı bir fundamental səbəblərdən gəlmir və bunun əsas səbəbi təbii ki, bu ABŞ və İran müharibəsindən dolayıdır ki, və bunun da əslində neftin qiymətinin yüksək olması heç bir ölkəyə sərf etmir açıqcası. Xüsusilə enerjidən asılı ölkələr Avropa Birliyinə, həmçinin Amerikanın 1,2 trilyon dollar xəzinə istiqrazlarını əlində saxlayan Yaponiyaya, Koreyaya, o cümlədən Çinin özünə kifayət qədər problem yaratmış olur ki, bu ölkələrin hər birisi, məsələn, Çin 682 milyard dollar Amerikan xəzinə istiqrazlarını əlində saxlayır. Əgər enerji qiymətləri bu şəkildə qalarsa, yəni 100 dolların, hətta 150 dollar, bəziləri 200 dollar deyə olarsa, dünya iqtisadiyyatı çökər. Faktiki olaraq bunu daşıya biləcək bir ölkə yoxdur. Çünki istehsal xərcləri artmış olar. İstehsal xərclərinin artmasıyla o cümlədən qlobal inflyasiya dalğası yaranmış olar ki, bu da istehlakı zəiflətmiş olar və istehlak əsaslı iqtisadiyyatlara böyük bir zərbə vura bilər. Bu baxımdan mən düşünmürəm ki, neftin qiyməti bu səviyyələrdə qalacaq. Hal-hazırda neftin qiyməti deməli diqqət yetirsək, son olaraq Brent markalı neftin qiyməti hal-hazırda 97 dollarda ticarət olunur. Mən bir öncəki dəfə neftin qiymətinin aşağı korreksiya edəcəyini demişdim və həqiqətən də sərt bir şəkildə belə deyək, hardasa 116 dollara yüksəldikdən sonra bir gün içərisində təxminən belə deyək 30 dollara yaxın sərt bir şəkildə aşağı yönlü korreksiya etmiş oldu. Çünki bazar daha çox fundamentallardan daha çox əslində texniki faktorlara, orderlara baxırlar və bu baxımdan əslində neftin qiymətinin aşağı korreksiya etməsində təbii sonradan deyilən səbəbi oldu ki, həmin qərb ölkələri öz neft ehtiyatlarını artıq bazara çıxarırlar və bu da təbii ki, neftin qiymətinin sərt bir şəkildə aşağı korreksiya etməsinə səbəb oldu. Diqqət etsəniz, neftin qiymətində yenidən bir gəplə açılış olub 12 mart tarixində. Bunun səbəbi də İranın Hörmüz boğazını minalaması söhbəti var. Əlavə olaraq orada bir-iki neft tankerinin vurulması söhbəti var ki, bundan dolayı neftin qiyməti yenidən yüksəlir. Amma təbii ki, neftin qiyməti qeyd etdiyim kimi bu şəkildə qalması mümkün deyil. Trump da eyni zamanda neft ehtiyatlarının satışına bağlı yenidən açıqlamalar verdi. Yəni bir yolla bu məsələni həll edəcəklər. Ya müharibə qısa çəkəcək, bu yəni razılaşacaqlar, ya da ki digər ölkələr qeyd etdiyim kimi öz ehtiyatlarını satacaqlar və bir yolla bu neftin qiymətində olan yüksəlişi tənzimləyəcəklər. Bu baxımdan mən düşünmürəm ki, neftin qiymətindəki yüksəliş Amerika üçün belə deyək də Fed üçün, inflyasiya üçün bir əsaslı qalıcı bir problemə çevrilsin. Bu baxımdan Fed böyük ehtimalla faizləri aşağı salacaq növbəti görüşdə. Fed faizləri aşağı salarsa bəs dollarda olan gözləntilər nə yerdədir? Dollar bildiyimiz kimi bu müharibə başlayandan etibarən əslində dollar 2025-in yanvar ayından bəri təxminən 14%-ə yaxın ucuzlaşmışdı və təxminən müharibə başlayandan etibarən dollar indeksində yuxarı yönlü bir korreksiya oldu. Bu qlobal risk iştahının artmasından dolayı, təbii ki, dollar olan tələbin artmasıyla dollar yuxarı yönlü korreksiya etmiş oldu, amma bu məhdud səviyyədə oldu. Diqqət etirsəniz artıq 1, 2, 3, 4, 5, 6 gündür ki, bir range ticarəti müşahidə olunur dollar indeksində. Dollar indeksi yenidən dünən birinci müqavimət səviyyəsinin qırılmanın üzərində bağlandı, amma mən bu gün də biraz alış yönümlü ola bilər. Amma ümumən qeyd etdiyim kimi dollarda qlobal trend eniş istiqamətindədir. Bunun başlıca səbəbi dolların ucuzlaşması Amerika üçün belə deyək, qaçınılmaz bir faktordur. Çünki borc yükünün azaldılması üçün dollar indeksi mütləq şəkildə ucuzlaşdırılmalıdır. Mütləq şəkildə. Əks təqdirdə belə deyək, Amerika resessiyaya girə bilər və Amerikanın da resessiyaya girməsi onun borc yükünü artırar
artıra bilər və borclanma faizlərini yüksəldə bilər ki, bu da özlüyündə daha da böyük problemlərə səbəb ola bilər. Yəni dolların ucuzlaşması Amerika üçün zərurətdir və bu baxımdan qlobal trend enişdədir. Dollar ucuzlaşacaqsa təbii ki, dollarda yuxarı yönlü korreksiyalar məhdud olur və bu baxımdan mən düşünürəm ki, Fedin faiz qərarını, yəni faizi aşağı salması ilə paralel olaraq dollar indeksində bir aşağı yönlü biz eniş görəcəyik. Avro dollarla bağlı dostlar, diqqət etsəniz bu mənim ən çox ticarət etdiyim ticarətdir. Avro dolları da əslində bir satış baskısı davam edir. Əslində eniş trendi diqqət etirsəniz 2 mart tarixində yaranıb, həmin gün hətta 4-cü müqavimət səviyyəsi qırılıb və bazar həmin səviyyənin altına bağlanıb və həmin tarixdən etibarən dollar indeksi yalnız birinci müqavimət səviyyələrinin altında ticarət edir. Deməli, birinci 2 martda dəstək səviyyəsinin altına bağlanmışdı, 4-cü dəstək səviyyəsinin altına bağlanmışdı və ondan sonra günlər üzrə birinci müqavimət səviyyələrinin altında ticarət olunur. Bu da bazarda satıcıların hələ də güclü olduğunu deyir. Bu gün də satış yönümlüdür əslində bazar. Və bu baxımdan biz nə qədər ki avro dollarda birinci müqavimət səviyyəsi qırılmayıbsa, biz avro dollarda enişin davam edəcəyini gözləyirik. Xüsusilə avronun ucuzlaşmasının başlı səbəblərindən biri dostlar, bildiyimiz kimi Avropa Birliyi özü avrozona enerji asılılığı çox yüksək olan bir ölkədir. Neftin qiymətinin yüksək olması dərhal avroya olan təzyiqləri artırır. Çünki onların belə deyək, xərcləri artmış olur, xərcləmələri artmış olur və digər tərəfdən də istehsal xərcləri artmış olur ki, bu da ümumi olaraq avrozona iqtisadiyyatına neqativ təsir edir. Dollardan fərqli olaraq təbii ki, Amerika bir mənada enerji müstəqilliyi olan ölkədir. Eyni zamanda Meksikadan, Kanadadan, Venezueladan neft ala bilər, amma Avropa Birliyində daha çox orta şərq neftindən asılılıq olduğuna görə neftin qiymətinin yüksəlməsi avroya aşağı yönlü təzyiq edir ki, bu avrozona iqtisadiyyatına daha da neqativ təsir edə bilər. İngilis funtu dollara baxaq. GBP-USD-də də əslində bir ranging ticarəti müşahidə olunur və İngilis funtu və dollara da əslində satış baskısı davam edir. Bu gün də əgər GBP-USD-nin belə deyək günün sonuna qədər bu günün birinci dəstək səviyyəsi olan 1.33849 səviyyəsinin altına bağlanarsa, biz növbəti gündə İngilis funtu və dollarda aşağı yönlü enişin şahidi ola bilərik. Sonra qızılla bağlı əsas belə deyək soruşulan məndən qızıldır. Qızıl əslində range ticarətindədir. Diqqət etirsəniz, qızıl bir neçə gündür ki, range içərisində ticarət olunur. Diqqət etirin. Əslində qızılda 3 mart tarixində satış siqnalı yaranıb. Həmin gün hətta ikinci dəstək səviyyəsinin altında bağlanıb qızılın qiyməti. Və həmin tarixdən etibarən diqqət etirin. Qızılda bir range ticarəti müşahidə olunur. Yəni ədalətli qiymət zonaları bir-birinin belə deyək üzərinə düşür. 1, 2, 3, 4, 5, 6, 7 gündür ki, əslində qızılda bir range ticarəti müşahidə olunur. Yəni bu əslində buna konsolidasiya deyə bilərik. Şəxsən mən qızılda ticarət etmirəm indiki vəziyyətdə. Çünki hər hansı bir trend müəyyənləşməyibsə, qızılda alış və ya satışa girmək təhlükəlidir. Çünki xüsusilə belə konsolidasiyalardan sonra qızılda bir tərəfə böyük bir partlama olacaq. Ya alış, ya eniş istiqamətində və bu baxımdan belə deyək, o istiqamətdə proqnoz etmək çox çətindir. Yəni bazarda hal-hazırda sanki bir xaos var və konsolidasiya var və belə olanda ən yaxşısı bazarda gözləməkdir. Əgər qızılla ticarət edirsinizsə, qızıl əgər bu gün içərisində birinci dəstək səviyyəsinin qırılımının altına bağlansa və bu gün birinci müqavimət səviyyəsi olan belə deyək 5216 dollar səviyyəsinin qırılımının üzərinə bağlanarsa və ya da birinci dəstək səviyyəsi olan 5142 dollar səviyyəsinin altına bağlanarsa, biz müvafiq olaraq alış və ya da növbəti gün satış düşünə bilərik. Amma hal-hazırda qızılda konsolidasiya davam edir. Bizim sistemimiz də göstərir. Yəni range ticarətini göstərir. Bu baxımdan qızılda qlobal trend təbii ki, alış istiqamətindədir. Bunun başqa səbəbi qeyd etmişdik ki, ümumən dolların ucuzlaşması qızıla müsbət təsir edir. Qızılın yüksəlməsinə səbəb olan əsas faktorlardan birisidir ki, dollar zəruri olaraq ucuzlaşmalıdır. Bir digər tərəfdən inflyasiya yüksəlsə belə, yenə də qızıl daha təhlükəsiz maliyyə aləti kimi daha çox belə deyək investisiya cəlb edir. Bu baxımdan da qızıla buradan tələb var. Əlavə olaraq da qlobal geosiyasi hadisələr əslində qızılın qiymətini dəstəkləyən faktorlardır. Lakin qızıl təbii ki, durmadan yüksələ bilməz. Mütləq şəkildə yüksəlişdən sonra bir konsolidasiya gəlir və o konsolidasiyadan sonra yenidən yüksəlişin davam edəcəyini mən düşünürəm və qızılda qlobal trendin qeyd etdiyimiz kimi yüksəlişdə olduğunu bir öncəki videolarımda da qeyd etmişdim. S&P 500 indeksi ilə bağlı S&P 500 indeksində əslində bir ranging ticarəti, təbii ki, satış istiqamətindədir, amma range ticarəti müşahidə olunur. Bu da başlıca səbəbi əslində bazarlarda olan qeyri-müəyyənlikdir. Çünki bir tərəfdən neftin qiymətinin artması bazarlara neqativ təsir edir. Sonra bazara sözlə müdaxilə olunur, neft ehtiyatlarının satılması və s. Yenidən neftin qiyməti də aşağı ucuzlaşan kimi bazarlar yenidən yuxarı yönlü korreksiya edir. Əslində təbii uzun vədəli investor üçün bunlar önəmli deyil, amma siz tradinglə məşğulsunuzsa, qısa müddətli ticarət edirsinizsə, hal-hazırda daha çox bazarlarda range ticarəti müşahidə olunur S&P 500 indeksi ilə bağlı, amma ümumi fonda baxdıqda xüsusilə mənim ABŞ bazarı ilə bağlı narahatçılığım əmək bazarında olan problemlərdir. Əmək bazarında olan işsizlik səviyyəsi, yəni təxminən 1 il müddətindədir ki, 4%-in üzərindədir. Faiz dərəcələri aşağı endirilsə belə yenə də işsizlik səviyyəsi aşağı gəlməyib. Son olaraq non-farm payrolls-un 92 min mənfi açıqlanması, yəni iş yerlərinin bağlanması ümumi fonda baxanda Amerikanın əmək bazarının kövrəkliyini göstərir. Əmək bazarının zəif olması bildiyimiz kimi Amerikan iqtisadiyyatının 70% istehlakdan formalaşır. İstehlakın zəifləməsinə və ümumi olaraq iqtisadiyyatın daralmasına və bu da təbii ki, səhəm bazarına neqativ təsir edə bilər. Lakin səhəm bazarının əsas aparıcı qüvvəsi, driver belə deyək, süni intellekt, robotexnikanın məhsuldarlığı artıracağı və s. ilə bağlı gözləntilərdir ki, hələ də təbii bunlar gözləmə mövqeyindədir. Amma ümumi fonda baxdıqda qeyd etdiyim kimi dolların ucuzlaşması fonunda səhəm bazarında yüksəliş davam edə bilər. Amma xüsusilə biz uzun vədədə düşünürüksə, mütləq şəkildə əmək bazarındakı tendensiyalara baxmalıyıq. Əgər əmək bazarında durmadan, yəni Fed faizi aşağı salsa belə, negativ tendensiya davam edərsə, məncə səhəm bazarından çıxmaq daha yaxşıdır. Nəinki səhəm bazarını gözləmək. Çünki əmək bazarında negativ tendensiya davam edirsə, bu mütləq şəkildə səhəm bazarına qeyd etdiyim kimi mənfi təsir edəcək və səhəm bazarında sərt bir şəkildə aşağı yönlü korreksiyalar ola bilər. Yəni mənim üçün əsas qorxuducu faktor ABŞ-ın əmək bazarıdır. Əgər oradakı vəziyyət düzəlməsə, biz səhəm bazarında dediyim kimi kəskin satışları görə bilərik. Bitcoin ilə bağlı
Bitcoin ilə bağlı dostlar, ümumiyyətlə Bitcoin özü də ranging ticarətdədir. Hal-hazırda deməli Bitcoin-də alış siqnalı yaranıb. 9 mart tarixində diqqət etsəniz həmin gün birinci müqavimət səviyyəsi qırılıb və onun üzərində bağlanıb. Alış baskısı davam edir Bitcoin-də. Amma ümumi fonda baxdıqda isə təbii ki, Fedin faiz qərarı, bazarda likvidliyin artması da Bitcoin-ə müsbət təsir edə bilər. Əks təqdirdə biz Bitcoin-də qiymətində aşağı yönlü korreksiyalar görə bilərik. Lakin texniki analiz nöqteyi-nəzərdən söhbət qısa vədəli treydən gedirsə, Bitcoin-də bu günün birinci dəstək səviyyəsi olan 69.013 dollar səviyyəsi nə qədər ki qırılmayıbsa, Bitcoin-da belə deyək, biz hələlik alıcıların güclü olduğunu qeyd edə bilərik. Belə dostlar, bu günlə bağlı, deməli, hal-hazırda əslində bazarlar bir mənada bu range ticarət həm qızılda olan, həm S&P 500 indeksində olan, həm dollar indeksində olan o yuxarı yönlü alış və sonra korreksiyaların olmasının başlı səbəbi növbəti həftə Amerikadan açıqlanacaq Fedin faiz qərarı ilə bağlıdır. Çünki belə olan vacib xəbərlər açıqlanacağı vaxt bazar gözləmə mövqeyinə girir. Dediyimiz kimi keçən həftə əmək bazarından bağlı xəbər açıqlandı, bu həftə inflyasiya və indi Fedin növbəsi gəlir və bu baxımdan bazarlarda bir range ticarət müşahidə olunur. Bu xəbərlərin fonunda biz bazarda böyük bir hərəkətlilik görməyə bilərik. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Əgər sizin üçün effektivdirsə kanala abunə olmağı unutmayın və bu videoların sayını artırmağa çalışacağıq. Sağ olun, təşəkkür edirəm.